Hər kəsə salam. Bu gün Ramazan bayramına özəl umaç halvası hazırlayıram. Əvvəlcə 2 stəkan unu ələyirəm. Üzərinə 1 çimdik duz əlavə edirəm və yarım stəkan suyu az-az səpərək ovuram ki, xırda və orta ölçülü umaç dənəcikləri alınsın. Bütün unu eyni formaya gətirdikdən sonra xəlbirdən keçirirəm. Əgər xəlbir yoxdursa blenderdən də keçirə bilərsiniz. Daha sonra umacı qurutmaq üçün təmiz dəsmal üzərinə yayıram. 3 saat gözləyirəm. Amma vaxtınız varsa gecədən də saxlayıb tam quruda bilərsiniz. Şərbət üçün qazançaya 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib ocağa qoyuram və qarışdırıram. Şərbət qaynamağa başlayanda 1 çay qaşığı limon suyu əlavə edirəm. 1-2 dəqiqə daha qaynadıb ocaqdan götürürəm. Ardınca tavaya 200 qram kərə yağını əlavə edib əridirəm. Sonra umacı töküb orta odda dayanmadan qarışdıraraq qovururam. Əvvəlcə un yağı hopduracaq. Az görünə bilər, amma qarışdırdıqca yağını buraxacaq. Rəngi yavaş-yavaş dəyişməyə başlayacaq. Halvanın qızarmasına çox az qalmış. Yəni açıq qəhvəyi rəng aldıqda çay qaşığının ucunda sarı kök və yarım çay qaşığı üyüdülmüş raziyanı əlavə edirəm. Onu da qeyd edim ki, umaç halvasının mədəyə rahat təsir etməsini istəyirsinizsə raziyanı əlavə edə bilərsiniz. Bu zaman halvanın dadına çox təsir etmədən yumuşaq və az hiss olunan ətir verəcək. Rəngini biraz daha sarı etmək istəyirsinizsə qovurma mərhələsində sarı kök əlavə edə bilərsiniz. Amma çox sarı kök əlavə etsəniz dadı dəyişə bilər. Ona görə az miqdarda istifadə etmək daha yaxşıdır. Ənənəvi umaç halvası istəyirsinizsə bu ədviyyatları əlavə etmədən də hazırlaya bilərsiniz. Amma fərqli bir ləzzət və ətir qatmaq istəyirsinizsə az miqdarda istifadə edə bilərsiniz. Umacın qoxusu dəyişdi. Açıq qəhvəyi ton aldısa demək ki, hazırdır. İsti şərbəti ehtiyatla, nazik axınla halvanın üzərinə əlavə edirəm və davamlı qarışdıraraq tam hopmasını gözləyirəm. 2-3 dəqiqə daha qarışdırıb ocaqdan götürürəm. Əvvəlcə halva duru olur, amma biraz gözlədikcə qatılaşır. Qatılaşdıqdan sonra servis qablarına çəkirəm. Üzərinə qaşıqla bəzək vururam. Digərini isə paxlava formasında kəsirəm. Və budur. Yumuşaq, gözəl ətri ilə süfrəyə xüsusi apava qatan umaç halvası hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Allah etdiyiniz duaları, verdiyiniz ehsanları və tutduğunuz orucuları qəbul etsin. Videonu bəyəndinizsə like edib yaxınlarınızla paylaşmağı unutmayın. Hələlik!